Mərsiyələr düzdür müqəddəslərə həsr olunsa da, mərsiyələrin tərbiyəvi tərəfi çoxdur. Hətta Üzeyir Hacıbəyov Cənub bölgəsinə gəlib, o mərsiyələrə qulaq asıbdı, xüsusilə Məhərrəmlik məqamlarında, vaxtlarında. Oradan bəzi melodiyalar götürüb operalarını gətiribdi. Məsələn, Leyli Məcnun poemasında elə bir deməli, Leylinin yeri var da, oxumaq yeri, vokal yeri var. Ata-ana eşq nəğası məni məcnun edəcəkdir. Bunu Cənub bölgəsində, deməli, Məhərrəmlik məclislərində o mərsiyə oxuyanların dilindən eşidib, onu götürüb operada istifadə edib. Orada mərsiyə belədir. Necə qan ağlamasın daş bu gün, kəsilib Kərbəlada 72 baş bu gün. Görürsünüz, ata-ana eşqin həvası, görürsünüz. Üzeyir Hacıbəyov xalqın içərisinə girib, xalq mərsiyələrindən, mətiyələrindən, qissələrindən bəhrələnib.